Bəli, artıq bir neçə ildir ki, mərhələli şəkildə Laçınlıların vətən, doğma yurd, yuva həsrətinə son qoyulur, öz doğma yurdlarında yaşayıb yaradırlar. Ölkə başçısı Laçına hər səfər etdikdə onların vəziyyəti ilə birbaşa maraqlanır, həm söhbət olur. Əməkdaşlarımız prezidentlə görüşən və dövlət başçısının evlərində qonaq olduğu sakinlərlə həm söhbət olub, onların təəssüratını öyrənib, bu barədə hazırlanan reportajı izləyək. Gündüz Təhməzov və həyat yoldaşı Arifə Allahverdiyeva artıq 2 ildir ki, öz doğma yurd yuvalarında yaşayırlar. Bu 2 ili əlamətdar edən isə prezidentin bu illər ərzində onların evində 2 dəfə qonaq olmasıdır. Cənab Prezidentlə təkrar görüş keçirildi bizlə. Çox qürur verici gün oldu bizim üçün. Sürücüyəm, Laçın abalıqda işləyirəm. Yaxşıdır, hər tərəflə yaşayış tərzimiz yaxşıdır. Hər bir şeylər qaydasındadır. 32 ildən sonra təkrar qayıtdıq öz torpağımıza. Başda Cənab Prezident olmaqla Allah canını sağ eləsin. Allah onu qorusun. Arifə Allahverdiyeva Laçında fəaliyyət göstərən məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. Deyir ki, prezidentin ikinci dəfə olaraq qonaq gəlib hal-əhval tutması onu sevindirdiyi qədər də təəccübləndirib. 2023-də prezident müstəqillik günündə bizlə görüşdü, evlərimizin açarlarını təqdim etdi, yəni evimizə girdi. Bir də dünən 27 mayda gəldi, görüşdü, həyətimizə girdi. Yəni çox qürur verici idi. 14 yaşında çıxmışam. Bir o qədər bu gözəlliyi görməmişik. İndi daha gözəlliyi daha çox görürük. İlyas Paşayev də uzun illərin həsrətindən sonra doğma yurda qovuşanlardandır. Deyir, Laçına qayıtdığı 2 ildə artıq 30 illik miskilini ovuda bilib. Heç xəyalıma gətirməzdi ki, mən gələm öz torpağımda, öz yurdumda yaşayım, məskunləşəm, dövrən çıxım. Ben bundan aslında nə deyə bilərəm? Sevindim, hətta yoxdur. Prezidentin görüşüb hal-əhval tutduğu sakinlər arasında İlyas Paşayev də olub. Onun təəssüratları isə bir başqadır. Prezidenti görüşəndə söhbət elədik. Özüm müraciət elədi ki, narahat olmayın, sizi işlə təmin edəcək, hər şey yaxşı olacaq. Bizim də inanımız qəti oldu prezidentimizə, ümid elədik. Həqiqətən də bizə çox dayaq durdu, bizə çox kömək durdu. Allah ona can sağlığı versin. 44 günlük Vətən Müharibəsi iştirakçısı olaraq çox sevincliyəm. Həm bizim ölkənin Ali Baş Komandanı, həm də digər qonşu ölkə, Türkiyə ölkəsinin Ali Baş Komandanı Rəcəb Tayyip Ərdoğanla görüşdüm. Mənim üçün çox qürur vericidir. Bu bir daha göstərir ki, işğaldan azad olunan torpaqlara geri dönən sakinlərin vəziyyəti hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısı şəxsən özü də daim həmin sakinlərin qayğıları ilə maraqlanır, onların daha rahat yaşayışının təmin edilməsi üçün müvafiq tapşırıqlar verir. Vəfa Şəhlayi, Sənan Bəhrəmli, ATV Xəbər, Laçın.